Bunu seçeyim. Güzel bir şey hazırladı. Kuyruk yağında sazcı. Kelbezerden. Kırın yer, kırın yer. Sağ ol, sağ ol. Çatı bu çok ömrü. Her bir şey geldi. 9-10 radəsi bir Kəlbəzərdə quyruq yağı ilə qəşəng sazçı çala. Bunun da dadını yəqin ki yeyənlər bilir. Quyruğun öz yağında çox möhtəşəm dadır. Fazla verin. Mənim sazçımı dadını yeyən bilir ki, bu nə dadır. İstəsə mənim qonağım ola bilər. İndi bunun parında özü pişəcək əsl sazçı quyruq yağı. Kəlbəzərdən sizi salamlayıram. Salam əziz dostlar. Kəlbəzərdə gözəl bir məkanda sizləri salamlayıram. Alasımı qurmuşam burada meşənin içində. Sımavarım orada, sımavarı çək. Sımavarım orada qaynayır. Çay dəmləmişəm, çiçək çayı. İstirahət gözəl. Allah cəmi xalqımıza xoş güzaran qismət versin. O istirahət edə bilməyənlərə də Allah qismət versin. Gəlsin, Kəlbəzəri görməyənlər gəlsin. Kəlbəzərdə istirahət etsinlər və gözəl günümüzü yaşadan ordumuza, xalqımıza, ən başlısı olan şəhidlərimizə Allah rəhmət etsin. Qazilərimizə Allah can sağlığı versin. Allah ordumuzu qorusun. Kəlbəzərin gözəl bir məkanından, Tərtər çayının qırağından sizləri salamlayıram. Dünya 5 günlük dünyadır, valla. Bu günlərə yaşadığımız gün hər bir insanın yaşadığı o xoş günkülər onun həyatına gözəl bir tarix kimi yazılır. Kəlbəzərdə gözəl istirahət, qalyan, şambal, təmiz çiçək çayı, yeriniz məlum, tərtəmiz kəkotlu çayı. Sımavar arxada bax, orada qaynayır. Gözəl. Gündə tarix belə gözəl bir ömrümüzə, günümüzə gözəl bir gün yazılır. Çok sıra. Tərtər çayın qırağı. Ləzzət. Ləzzətli sərinin də ama. Sərin hava. Hələ. Çadırımız da burada. Hamı gelib evdə qalmaq, hamı gelib qalır, amma çadır həyatı bambaşqa bir şeydir də. Bəh.